Hə, usta bir dənə dəyişək, mən də baxım. Görüm necə bir sənətdir bu. Öyrənə bilmişəmmi, yoxsa yox? Nağdı döşləyib bağlamağı öyrən. Deşiyi atıram. Barmağı gözlə. Gözlədim. Nə problem var? Mən bu çıxardan bura. Bugün yeni layihəmiz olan Onun Bir Günü proqramının ilk bölümünü çəkirik və ilk bölümümüzdə pinəçilik sənətini sizlərə çəkib göstərəcəyik. Salam aleyküm. Aleyküm. Yorulmayasınız. Xoş gəlmisiniz. Sağ olun, Allah köməyiniz olsun. İndi bugün bizlərə Namiq Usta bu pinəçiliyin sirlərini öyrədəcək və biz də o işi görməyə çalışacağıq. Birinci öyrənəcəm, sonra o işi necə görə bilərəm, necə eləyə bilərəm, işin çətinliyi nə qədərdir, onları görəcəyik. Buyurun bizə həm başa salın bu sənətkarlığı, həm biraz iplərdən, ayaqqabılardan danışın. Mənə də öyrədin, mən də başlayayım bu sənədə. Əvvəla xoş gəlmisiniz. Çox sağ olun. Sizin bütün izləyicilərə salamlayıram. Dərin təşəkkür bildirirəm ki, beləncə bir sənəti bütün Azərbaycan xalqına, bütün dünyaya tanıtdırırsınız. Ayaqqabı sənəti bizim dədə-baba sənətlərdən biridir. Qədimi sənətdir. Ayaqqabı sənəti bir tanıtdığınıza görə sizə təşəkkür edirəm. Belə deyək ki, hər ayaqqabının öz ipi var. Burada büyünlərəm, ayaqqabının altı ağdır. Biz onu ağ sapla işləməliyik. Dikiliş eləməliyik. İçəri qaradırsa qara iplə işləməliyik. Beləncə ayaqqabılar var. Bu da mən üçün kleyə gəlib, kleylənib. Yəni ki, həm kleylənir, həm istifadə oluna bilər, geyinilə bilər. Bu beləncə idi, yəni bax. İndi bizə bu sap nədən, ümumiyyətcə sap nədən hazırlanır? Bu nə sapıdır? Bizlər belə deyək də, Pakistandan və İrandan gələn iplərdir, saplardır bunlar. Və burada beləncələri var. Bu xırdadır, bu üz yamaq dikişi üçündür. Sonra burada saçı, sapın rəhləridir. Belə gördüyün kimi. Hər rəngdə, hər rəngə uyğun. Aha, başa düşdü. İndi bizə zəhmət olmasa o sənətkarlıqdan biraz göstərin, mən də öyrənim. Amma mənə başa sala-sala izah eləyin ki, çünki mən də oturub izləyib onu eləməyə çalışacağam. Öyrədirəm inşallah, bax. Əsas əlimizdə olan bu bizdən ehtiyat davranmalısan ki, əlvə zərər yetirməsin, xələl yetirməsin. O bizi taxdıq ora. Bu içindən nə eləyirik? İpi bax, İpi o formada elədik. Barmağı dolaşdırırsan. O bizə keçirdirik. Aha, başa düşdüm. Görsən. Kırçoku var, əlimə keçirtdim, onu oradan elədim. İndi birazdan özüm yoxlayanda biləcəm. Mən onu İnşallah birazdan özüm yoxlayacağam ki, görüm necə olur, onda biləcəm. Sənəti öyrənmək lazımdır. Bizim bu ümumiyyətcə mövzumuz nədir? Mən bütün sənətkarlıqlara, o sənətkarların yanına gedəcəm. Çətinindən asanına hamısını öyrənəcəm, öyrənməyə çalışacağam. 10 dəqiqə ərzində, 15 dəqiqə ərzində, 1 saat ərzində öyrənməyə çalışacağam. Və sonra o işi görəcəm, sizlərə də deyəcəm ki, bu iş nə qədər çətindir. Bunu öyrənmək olar, yoxsa bu işi elə sənətkarına buraxmaq lazımdır. Bu nədir? Bu yağ nədir? Bu yağ doğrayıb sabundur. Sabun nə bizi belə batırırsan ki, ayaqqabıyı rahat kəsin. Sürüşmə versin. Rahat girsin. Sonra bu aparat nədir belə burada? Bu aparat motordur. Ayaqqabıların daban vuranda, pəncə vuranda yonmaq üçün, kabloq vuranda yonmaq üçün. Ayaqqabılara davanda vurursunuz. Hər bir şey, alt dəyişməsi ya da. İndi bu aparatlarda qoyacaq, amma onu deyim ki, tələbat o qədər çox azdır ki. Yəni bu davanı yonmaq üçündür və tələbat az. Amma yenə də qoşaq bir motora baxaq. Və topun toka. Aha. Buradan gətirdi, yonuruq. Mən söndürüm. Mən yandırım aradan söndürüm. Bunu özüm söndürəcəm.
Bu ayaqqabı yonmaq üçündür. Ayaqqabı davanı yonmaq üçündür. Əməlli sənətdir burada. Burada Bəli, çox əşya var. Mən bilmirəm. Hanısını tutacağımı. Bu başqa bizdir. Başqa növ bizdir. Hətta indi hal-hazırda dirəklərimiz çoxdur. İndi istifadə elədiklərimizi əl altına qoymuşuq. Başa düşdüm. Bu, məsələn, burada alətlər var ki, onlar da bizə biraz başa salın. İzləyicilərimiz də bilsin ki, burada bu alətlər nədən istifadə olunur. Burada kleydir. Aha, ayaqqabı üçün kley. kleydir. Burada yağdır zamuğa vurmaq üçün. Bu da kəlbətinlərdir. Ayaqqabı altı sökəndə ya ümumiyyətlə nəsə mismar vuranda, nəsə söküb eləyəndə ondan istifadə edirik. Burada da bizlərdir. Bu nədir? Bax bu. Bu elə bir şeydir. Ha, bu bu elə belə şeydir. Çəkicdir, sonra Hə, pastanovkadır, dəmir. pastanovka nədir? Ayaqqabı dəmiri mismarlamaq üçün. Ayaqqabının altın qoydunuz, Hə, mismarlayırsınız. Aha. Biz bu gün bunların hamısını öyrənməyəcəyik. Amma ki, sizə ayaqqabı tikməyi özüm öyrənəcəm. Söz Bir verirəm. hissəsini Ha, göstərəcək də, indi nə qədər göstərə biliyor, o qədər göstərəcək. Ha, usta, bir dənə dəyişək, mən də baxım. Görüm necə bir sənətdir bu, öyrənə bilmişəmmi, yoxsa yox. Nə oldu? Döşləyib bağlamağı öyrən. Pardon, belə bir şeydir. Gətir, sən kömək edeyim. Bağlayacağam, öyrənəcəm, hamısını özüm eləyəcəm. Qoy əlimə batsın, qoy nə bilim, axırı öyrənim, hamısını, bütün sənətləri bir-bir öyrənəcəm, sizə də öyrədəcəm. Düz bağladım usta. Hələ bağlayıb qutaram. Elə bu, elə mən bağlayamıram, bu ayaqqabı nədən tikəcəm? Ya Allah, bismillah. Salmın içine, el tut ayakkabıdan. Aha, ayaqqabıdan əlimi tutdum. Yavaşça bizi götürür, karışma. Her kişinin yeri göster, oradan basar, bas sarı. Düz. Ya Allah, bismillah. Bismillah diye. Aha, girdi, hiss edirəm. Hə, Bunu belənçə parmağını dolaşdır. bu formada. Yox, bu deyəsəm. Tapdın. Aha. Evet, ders çıksın. Əlində ipi taramaşır ki, o boşab çıxmasın. Vay sen, ders çıksın. Ders. Əlimdən ders çıksın. Belə axıra qədər çıxardın mı bunu? Yoxsa istifadə elədiyin qədər. bilməm, O istifadə. qədər dəssin. Bu qədər istifadə eləyəcəyimi bilmirəm, nə qədər istifadə eləyirəm. Aha, sonra. Sonra ikinci şişeyi vur burada. Yenə. Hemen ifadə. Aha. Yine parmağı dolaşdır. Ha, bu bizim içinə salmalıyam bu ipi. Kırsoğa kesməlisən. Ha, bu kırçok axtarıram hal-hazırda, kırçok axtarıram, tapamıram. Deyəsən bunun kırçok itdi. İtməyib fırca. Aha. Bəs. İndi bizi çıxartı ağzını orada. Arada yağla. Bu sabundur ki, buna batırıram, elə deyil usta. Hə. Aha, gəldi ən bu can alıcı yerə. İndi buradan ipi dart. Oradan da yapış ipin ucundan ki, bunu taramlaşdıra biləsən. Ha, bu taram, şu. Taramlaşdıra biləsən. Aha. Hə, bu taramlaşdı. İndi əlinlə kes ipi. Kesin bunun arasına. Aha. İndi ipi kesip bunu kesdi bunun arasına kesir. Belə bir şey. Dart kessin. İndi içten taram halda dart kessin. Aa. Ehtiyatlı ol, ayakkabı üstüne koy. Çək. Taramlaşı çək. Belə mi? Şu bu birinci şey. Sonra yenə buradan deşiyi atıram. Parmağı gözlə. Gözlədim. Yo, yaxşı gözlədim maşallah. Barmağımı gözlədim və neyniyə sənət üçün hər şey. Sənət qurban tələb edir. Bəli, sənət qurban tələb eləyir. Çox doğru. İkinci dəfədə batdı, heç nə olmaz. Axtarıram, hələ biz axtarıram mən, bizim ucunu axtarıram burada. Ustanın sürətinə bax, mən bizim ucunu əlimlə axtarıram ki, görüm hardadır bu bizim ucu. Ya Allah. Aha. Yəni görüm bu səfər özüm Yox. biz tam düz çıxmayıb hə. İpi çıxar. Şeydən Səhv yerdən salmışam bizi. Yox, ipi tutdu. Diyan. Aha. İpin də əlinə burada əlinə taramlaşdır. Taramlaşı içəridə ip qalmadı. Sonra var ip. Yox. Ha. Hə, yox. Vəfşo, bunu belə eləyəcəm, kesirdəcəm. Yavaş-yavaş öyrənəm. Bir dənə özüm rahatını eləyəcəm.
Sənədin çətinliyinə bax. Sənədin bir dənə həqiqətən çətinliyinə baxın. Elə sənətin gözəlliyi ilə onun çətinliyindədir. Bəli. Ya Allah, bu səfər özüm eləyəcəm. Heç nə deməyin. Özüm öyrənməyə çalışacağam bu səfər. Prosta getdikcə ayaqqabının içi daralır, əlim girmir ora qədər. Öyrənəsən. Deməli, həqiqətən iş çətindir. Deyə səhv çıxartdım. İş çətindir dedim, səhv çıxartdım. Əlimlə eləyəcəm. İpi qaytardala. İp getdik dala. Gəzdim bir də. Mən bu işi görənə qədər siz də bizə, siz nədən danışın? Neçə ildir bu işlə məşğulsuz? Bu sənətlə məşğulsuz? Çünki artıq Azərbaycanda bu sənət çox az hallarda qalıb. Yəni ki, çox az insan məşğul olur. Siz mənə o haqda zəhmət olmasa biraz 99-cu ildən bu sənətdəyim. Aha. İndi bu sənətə də get-gedə də tələbat azalır. Yəni cavanlar da heç maraq göstərmir, sənət də itir batır. Hə, artıq gələnlər az olur. Ayaqqabı tikdirənlər az olur. Tələbat azalır da. Yaxşı, bu bizim ucu hardadır, o axtarıram hələ. Əlim yandı. Yox, bu mənlik olmadı. Çətinliyinə qalsa, mən ümumiyyətcə bu verilişdə, bu bizim birinci bölümümüzdür. Bu verilişdə bütün işləri çətinliyinə görə sıralayacağam. Və 10 xal üstündən çətinlik xalı verəcəm. Deyə bilərəm ki, bu 10 üstündən 10'dur, həqiqətən çox çətindir. 2 dəfə əlimə girdi, biz girdi, 2 dəfə barmağıma biz girdi. Yəni çox sərt basmasam da biz girdi. Və deyə bilərəm ki, bu iş mənlik deyil. Mən işləyərəm 1 ay, 2 ay, 3 ay, öyrənərəm bəlkə hə, yanında gəlib köməkçi kimi, bəlkə 3 aya 4 ay. Amma bəzi işlər var ki, girərəm 10 dəqiqə o işi öyrənib çıxaram, bu iş onlardan deyil. Salam əleykum. Aleyküm salam. Sabır düzəlməlidir təcili bu. Həmilə gələr. Nə problem var? Heç mən bu çıxardan biləm. Hə, tikilməlidir. Mən valla usta deyiləm. Əsl ustanız buradadır. Mən sadəcə işi ustasına təhvil verə bilərəm. Mən tikdiyim ayaqqabıdan o ayaqqabıdan heç nə olmaz. İşimi özümə qaytarırsın. Hə, işi qaytarım heç nə tər bağlamışam onu da bilmirəm. Bu işi mən qaytarım sizə. Ya Allahi. Buyurun. Aha. İndi usta mənim xarab elədiyim o şeyi özü düzəltməyə çalışacaq. Mən eləyəm. 3 dəfə düyüm atdım, 2 dəfə əlimə biz girdi və 2 dəfə, 3 dəfə də səhv həmlə elədim. Hə, indi bizə siz həm ayaqqabı tikə-tikə, biraz həyat hekayənizdən danışardınız. Mənim özüm 78 səvəldə Kürdəmir rayonunun Atakili kəndindən. Əslim Yerevanlı məhəlləsindəndir. 96-da 1996-cı ildə hərbi xidmət etmişəm. Ağlamda qulluq eləmişəm. Və 99-a gəlmişəm. Və bir qismi də ayağımı da orada yaralamışam. Amma söz yox, indi ümumi əli gedirəm. Müəyyən səhvlərə görə. 99-cu ildən də bu sənətdəyim. İşləyirəm. Yəni vətən uğrunda bir ayağınızı qurban vermisiniz. Bəli, bəli. Allah köməyiniz olsun. Allah dövlətimizə də, prezidentimizə də can sağlığı versin. İndi imkan yaradıb, şərait yaradıb işləyirik, dolanmır. Amma bu sənətə də tələbat günü-gündən də azalır. İndi cavanlar sənətə heç bir sənətə üstünlük vermirlər. Bax, bu da qardaş. Yəni Allah cəmaatımıza bərəkət versin, xalqımıza bərəkət versin. Dolanmır. Mənə lazım olan budur ki, əslində deyə bilərəm ki, sənətkarlıq əl işidirsə, onun qiyməti mənə görə yoxdur. O qiymətsiz bir şeydir. Amma yenə də soruşmaq istəyirəm, həm bizə, həm izləyicilərimizə də maraqlıdır ki, bu işin qiyməti, məsələn, indi ayaqqabı tikirsiniz, ayaqqabı hal-hazırda tikilir. Onun qiyməti nədir? Müştərilərimizə neçəyə, qiyməti neçəyə deyil? Ayaqqabıların tikiliş qiyməti ayaqqabının özünə görə qiymət dəyişir. 3 manatdan 5 manata qədər, 10 manata qədər qiymət dəyişir. Bu ayaqqabı tikilisi üçündür. Məsələn, bayaq dediniz ki, bu kleylənib ayaqqabı. Bunun qiyməti nədir? Bunun qiyməti 2 manat, 3 manat civarında. 2 manat, 3 manata ayaqqabı kleylənir. Tikilişi ayaqqabıya görə dəyişir.
3 manat, 5 manat, 10 manata qədər çıxır. Daha sonra məsələn ayaqqabı altın mən bildiyim qədərilə bu mismarlamaq. O nə üçündür və tikilişdən onu fərqləndirən nədir? Onun qiyməti neçədir? Elə ayaqqabı var ki, onun altına tikiş getmir. Onun altı məcbursan beləncik mismarlarımız var. Aha. Gördüyün kimi. Beləncik mismarlardır. Balaca mismarlardır. Teks. Onlar mismarlayırsan. Ayaqqabının altına vurur. Elə ayaqqabı var ki, ona tikiş getmir, mismar gedir. Eləncisi var ki, mismar getmir, tikiş gedir. Aha. Bu eləncisi dəyişilir. İstifadə olunur. Bunun qiyməti neçə olur? O da 3 manatdan 5 manata. Yəni ayaqqabıya görə qiymətdə dəyişir. 3 manatdan 5 manata qədər mismar gedir. Məsələn, bir işə bu ayaqqabını indi tikirik. Bu işə nə qədər vaxtın gedir? Bir ayaqqabıya. Bir ayaqqabı harca 15-20 dəqiqə. 15-20 dəqiqə. Aha. Tez də işləyə bilərsən, gec də işləyə bilərsən. 15-20 dəqiqə vaxt aparır. Çox sizə artıq dərəcədə təşəkkür eləyirəm. Nə üçün? Bu sənəti yaşatdığınız üçün. Azərbaycanda bu əslində hamısı sənətdir. Pinəçilik belə çox böyük bir sənətdir. Amma təbii ki, bəli, qədimi sənətdir. Amma indiki dövrlərdə buna biraz tələbat həddən artıq çox azalıb, onu deyə bilərik. Yenə də siz bunu yaşadırsınız. Sizə bəli, sizə çox təşəkkür eləyirəm. Bizi burada bugün qonaq elədiyiniz üçün də sizə minnətdaram. Bölgə TV adından da sizə həqiqətən səmimi qəlbdən çox-çox təşəkkür edirəm. İşlərinizdə də uğurlar arzulayıram. Çox sağ olun, var olasınız. Allah razı olsun. Hər bir işinizdə uğurlar arzulayıram. Allah köməyiniz olsun. Çox sağ olun. Çəkilişləriniz bol-bol olsun. Sağ olun, var olasınız. Baxımlı olsun, seçimli olsun. Allah köməyiniz olsun. Çox sağ olun, var olasınız.